gəlmişsiniz. Dostlar, bugün sizlərlə bərabər Minecraft hardcore qaldığımız yerdən davam edirik. Axırıncı dəfə başımıza heç yaxşı şeylər gəlməmişdi Nether'da. Ona görə bugün qəşəng gözümüzə ev tikirik. Mən gedim indi biraz odun yığım tez bir şəkildə. Və dostlar, kanala like atıp abone olmayı yaddan çıxarmayın. Əgər bu videoya yenə 15 like gəlsə, hətta 18 like gəlsə, 4-cü part 4 gələcək. Dostlar, gördüyünüz kimi 2 stek odun yığdım. İndi gedirəm evə, yatım, sonra gedəcəm dağa, oradan qard götürəcəm. Qard lazımdır bizə. Belə qəşəng bir ev düzəldəcəm indi. Şimdi mən tez gedim evə. İndi dağa gedirəm. Dağdan balıq hava və qar götürəcəm. Çünki evin düzəldəndə mənə lazım olacaq. Dostlar, dağa getdim, qar tapamadım. Ona görə də evi taxtadan düzəldəcəm. İndi buralardan qəşəng bir yer seçib buradan düzəldəcəm. Dostlar, məncə bura yaxşıdır bu yer. Buranı torpaqla doldurub bura qəşəng bir ev düzəldə bilərəm. İndi buranı qəşəng torpaqla dolduraq. Hə dostlar, buralar düzəldim indi. İndi evin bir nömrəsini ataq. Evi belə düzəltmək istəyirəm. Baxın bir dənə. Birini qoyduq. 1, 2, 3, 4-cü bloğa birin. 1, 2, 3, 4-də birin. 1, 2, 3, 4-də də birin. Belə 1, 2, 3, 4. 1, 2, 3, 4 1, 2, 3, 4 1, 2, 3, 4 1, 2, 3, 4 Burada birini koyduk. Evet, böyle. Evin girişi buradan olacak. Evet, şimdi 3 blok yukarı çıkar. 1, 2, 3 Böyle. Yok, buranı səhv elədim deyəsən. 3 blokdur. Vayda. Bir dəqiqə mən buranı düzəldim. Evin nömrəsini düzəltdim. İndi qıraqlar və içi qaldı. Qıraqlarını da qırıq daşdan düzəltmək istəyirəm. Belə. Gördüyünüz kimi belə. Ortada da pəncərələr olacaq. Gördüğünüz gibi böyle. Dostlar, gedim evden tez daş götürüm gelim. Evet dostlar, buranı da böyle düzelttim indi. Buralar da kardan yiyeyim. Kar olmadığına göre tahtadan yiyeceğim. Bakın. Bak bura.
gördüğünüz kimi belə. Şimdi mən buraları eləyim, düzəldim, gəlib. Hə dostlar, buralarda taxtalarımı qoydum. Bu daşlar da burası istismar getmək üçün idi. Dostlar, ümid edirəm videomu bəyənmişsinizdir. Bugünkü video çox qısa olduğunu bilirəm. Amma bugün çox hastayım, ona görə də daha uzun çəkmək istəyərdim mən də. Sağ olun.